Salam əziz valideynlər, hər vaxtınız xeyir olsun. Ümid edirəm ki, hamınız yaxşısınız. Bugün sizlərlə birlikdə virtual məktəb platformasında şagirdlərin şifrəsinin yenilənməsi ilə bağlı video təlimatla tanış olacağıq. Bunun üçün telefonunuzda və ya kompüterinizdə olan hər hansısa bir brauzerə, məsələn Google Chrome-a daxil olub, axtarış zolağına virtual.edu.az yazırsınız və belə bir platforma açılacaq. Buradan biraz aşağı sürüşdürürsünüz və şagirdlər üçün qeydiyyat hissəsi var. Buradan şifrəni bərpa etə kliklədikdə gördüyünüz kimi sizə bir məlumat çatdırır ki, artıq şifrə yenilənmələri valideyn kabineti vasitəsilə aparılır. Və buradan keçid etə klikləyib birbaşa rəqəmsal məktəb platformasına keçirsiniz və buradan valideyn hissəsi var. Gəlirsiniz valideynin üzərinə klikləyib, valideyn platformasına daxil olmaq üçün belə bir səhifə açılacaq. Buradan keçirsiniz digər üsullara və sima imzanı seçirsiniz. Əgər kimdə birbaşa simaya qoşuludursa, birbaşa sima proqramını açacaq, yox kimlərdə sima açıq deyilsə, belə bir QR açılacaq və siz öz telefonunuzda sima proqramına daxil olub aşağıdan QR-ə keçid eləyib təsdiq etə vurursunuz. Və daha sonra sima proqramı, əgər şifrə təyin etmisinizsə, sizdən şifrəni tələb eləyəcək və şifrəni daxil etməlisiniz. Şifrəni daxil etdikdən sonra təsdiq etə vurursunuz. Əlbəttə ki, bu proses sizin telefonunuzda aparılır hələ ki və ondan sonra artıq sizi birbaşa sima vasitəsilə valideyn platformasına yönləndirmə eləyir. Və siz buradan necə dəyişə bilərsiniz? Əvvəlcə, əgər sizin bir neçə övladınız varsa, övladların platformasına daxil olursunuz və buradan hansı övladınızın şifrəsi dəyişməlidirsə, həmin övladı seçirsiniz. Məsəl üçün, deyək buradan Onur İsmayılovu dəyişmək lazımdır. Onuru seçirsiniz və daha sonra solda, aşağıda övlad üçün şifrənin təyini butonu var. Buna klikləyirsiniz və buradan şifrənizi daxil edirsiniz. Qeyd edeyim ki, yeni şifrə təyin edən zaman hökmən 12 simvollu bir şifrə təyin etməlisiniz və hökmən şifrədə böyük hərf, kiçik hərf, ədəd və xüsusi işarələr yer almalıdır. Xüsusi işarə dedikdə bu nöqtə, vergül, ət işarəsi və yaxud da ki, yəni hansı simvolu istəsəz təyin eləyə bilərsiniz. Yenidən daxil etdiyiniz yeni şifrəni bura şifrəyə təkrarlaya da daxil edib təsdiq et butonuna sıxmalısınız. Bunu təyin etdikdən sonra daxil olursunuz yenidən virtual məktəb platformasına və buradan virtual məktəbə daxil ola keçid edirsiniz. Buradan sign-in var. Sign-inə klikləyirsiniz və övladınızın UTIS kodunu daxil edirsiniz buraya. Hər bir şagirdin özünün unikal UTIS kodu var. Yəni burada gördüyünüzü yox, öz övladınızın UTIS kodunu yazmalısınız. UTIS kodu ət işarəsi student.edu.az. Daha sonra isə next-ə klikləyirsiniz. Sonra şagird üçün təyin etdiyiniz şifrəni yazırsınız bura və sign-inə klikləyirsiniz. Və şifrəni daxil etdikdən sonra next-ə vurursunuz, yes-ə vurursunuz və salam artıq sizi Microsoft Teams platformasına yönləndirmə eləyir. Artıq şagirdlər öz sinifinə daxil olub tapşırıqlarla tanış ola bilərlər. Yəni burada sizin hökmən diqqət etməli olduğunuz şey valideyn platformasında övladlarıma daxil olmalısınız, övladı seçib, daha sonra isə şifrə təyini etməlisiniz. 12 simvol olmasına, böyük, kiçik, ədəd və simvol olmasına diqqət edin. Hər biriniz uğurlar, sağ olun.